Salam, axşamınız xeyir olsun. Günün ən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Qaşqaylar Şiraz şəhərində etiraz eyləmi keçirib. Erdoğan Türkiyədən Suriyaya qayıdan qaçqınların sayını açıqladı. Netanyahu ilk dəfə Hizbullah liderinin qətlinin təfərrüatlarını açıqladı. Suriyanın keçmiş prezidenti Hafiz Əsədin meyidinin qalıqları oğurlanıb. Pakistan-Hindistan savaşı 3-4 günə başlaya bilər. İndi isə daha ətraflı. Güney Azərbaycanlı milli fəal Əli Babayı Təbriz zindanına köçürülərkən onun ayağına qandal vurulub. Yayılan məlumatlara görə Güney Azərbaycandan olan milli fəal Əli Babayı 26 aprel 2025-ci il şənbə günü Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə gedərkən prokurorlar və məhkəmə işçilərinin qanunsuz və pozucu davranışları ilə üzləşib. Bu, milli fəala yaxın mənbələrin bildirdiyinə görə Babayı bütün hüquqi prosedurları tamamlamasına baxmayaraq onun işinə baxılmasına qəsdən yubanma yaşanıb. Bu da girov mübadilə inzibati prosesinin başa çatmaması ilə nəticələnib. Nəticədə o müvəqqəti olaraq saxlanılaraq Təbriz mərkəzi həbsxanasına köçürülüb. Qeyd edək ki, Əli Babayı İnqilab Məhkəməsinin 2-ci şöbəsinə ayağı qandallı olaraq gətirilib. Bir çox insan haqları fəalları bunu ləyaqətin alçaldılması və insan haqlarının pozulması kimi qiymətləndirib. Hələlik Əli Babayı ilə bağlı işin yekun nəticəsi və məhkəmə qərarı barədə əlavə məlumat yoxdur. Azərbaycanın tanınmış hüquqşünası Sina Yusifi Kərim İsmailzadənin durumundan narahatlığını bildirib və Təbriz həbsxanasında həbsdə olan bu Azərbaycanlı fəalın vəziyyətinin araşdırılmasını istəyib. Hüquqşünas Sina Yusifi bu barədə özünün sosial media hesabından yazaraq bildirib. Azərbaycanlı siyasi fəal Kərim İsmailzadə xəstəliyinə və ağır mədə xorasına baxmayaraq 2 aydan artıqdır ki, Təbriz zindanının 5-ci palatasında qeyri-müəyyən müddətə saxlanılır. O, ailəsi ilə görüşmək və normal müalicə almaq hüququndan məhrum edilib. Qeyd edək ki, Kərim İsmailzadə əvvəllər ekoloji fəaliyyətinə və Urmu gölünün qəsdən qurudulmasına etiraz etdiyinə görə həbs cəzasına məhkum edilmişdi. Lakin Təbriz həbsxanasında yatdıqdan sonra azadlığa buraxılmışdı. Bütün bunlarla yanaşı İran rejimi əsassız iddialarla Azərbaycanlı siyasi məhbusların ailələrinə təzyiq göstərməyə də çalışır. Qaşqaylar Şiraz valiliyinin qarşısında İran rəsmiləri tərəfindən kimliklərinin və milli geyimlərinin müsadirə edilməsinə və Lur xalqı adı altında qeydiyyata alınmasına etiraz ediblər. Bu etirazçıların səbəbi İran Respublikasının Qaşqay türklərinin milli geyimini Lur xalqının adına qeydiyyata almasıdır ki, bu da Qaşqay xalqının mədəni kimliyini təhdid etməklə yanaşı Lur və türk xalqları arasında nifaq yaradıb. Mitinqdə etirazçılar Qaşqay ölər, rəzaləti qəbul etməz şüarları səsləndiriblər. Qaşqaylar həmçinin Türk milləti var olsun, Qaşqaylar sağ olsun şüarını səsləndirərək türklərin birlik və həmrəyliyini vurğulayaraq bütün türkləri Qaşqay türklərinin milli geyimlərinin və mədəni əmanətlərinin bilgisiz insanlar və yanlış siyasətlər tərəfindən talan və təhrif edilməsinə imkan verməməyə çağırıblar. Qaşqay milli geyiminə hörmətlə yanaşmağın, onun müsadirə və təhrif edilməsinin qarşısının alınmasının vacibliyini vurğulayan etirazçılar tələbləri yerinə yetirilməyinə və mədəni hüquqları təmin olunmayana qədər aksiyalarını dayandırmayacaqlarını açıqlayıblar. İran prezidenti Məsud Pezeşkiyan ötən gün Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə Məsud Pezeşkiyan X sosial şəbəkəsindəki hesabında paylaşım edib. Pezeşkiyan səfər zamanı Azərbaycan və İran arasında mühüm razılaşmaların əldə olunduğunu xatırladaraq bildirib. Bu səfər etimadın gücləndirilməsi və hərtərəfli elmi, iqtisadi, mədəni, müdafiə əməkdaşlığının yeni üfüqlərinin açılması üçün zəmindir. Azərbaycan prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb, sakinlərə mənzillərinə açarlar təqdim edilib. Bu mərhələdə köçürülən 169 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır. İran və Amerika arasında 4-cü danışıqlar turunun gələn şənbə günü Roma şəhərində keçirilməsi gözlənilir. Amerika rəsmisi Omanda keçirilən müzakirələrin 3-cü raundunu müsbət və məhsuldar adlandıraraq onun 4 saatdan çox davam etdiyini və müzakirələrin birbaşa və dolayısıyla baş tutduğunu bildirərkən deyib. Hələ görüləsi çox şey var, lakin razılığa gəlmək üçün irəliləyiş əldə olunub. İranın Xarici İşlər Naziri Abbas Əraqçı isə daha əvvəl demişdi ki, bu son raund əvvəlkindən daha ciddidir və tərəflər nüvə məsələlərinə dair texniki detalları müzakirə ediblər. İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. İran Yazıçılar Assosiasiyası bildirib ki, hökumət Bəndər Abbasdakı partlayışlardan sonra aydın hesabatdan və məsuliyyətdən yayınmaq üçün hadisə sözündən istifadə edir. Fövqəladə Hallar İdarəsinin rəisi Mehirdad Həsənzadənin sözlərinə görə 138 nəfər hələ də xəstəxanadadır və onlara yardım göstərilir. Bundan başqa 1072 yaralıya lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb. Bildirilib ki, yanğın söndürmə işləri yekunlaşıb. Yanğın barədə İran Yazıçılar Assosiasiyası bəyanatında bildirilib. Fəlakətlərə səbəb olan və ya onları daha da ağırlaşdıran hakimiyyət indi hadisə sözünün arxasında gizlənməyə çalışır. İran rejimi şəffaf məlumat vermək və ictimai narahatlıqlara cavab vermək vəzifəsindən yayınır. Həmçinin İran Yazıçılar Assosiasiyası ictimai matəmin onlarla cavabsız sualı ilə bağlı olduğunu bildirib və mediada yayılmış şəkilləri və ziddiyyətli rəsmi xəbərləri tənqid edib. İranın Daxili İşlər Naziri İskəndər Momeni Bəndər Abbasın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yanğının söndürülməsi üçün Rusiyanın göndərdiyi təyyarələrdən istifadə etmədiklərini iddia edib. Bundan dərhal sonra Rusiyanın Tehrandakı səfirliyi X hesabında paylaşım edərək Rusiyanın yanğın söndürən təyyarələrinin Şəhid Rəcai limanının üzərində uçduqlarını, su və yanğın söndürən maye səpdiklərini əks etdirən videolar yayıb və mətn əlavə edib. Rusiya Fövqəladə Hallar Nazirliyi İranlı həmkarları ilə sıx əməkdaşlıq edərək Bəndər Abbasda təqdirə layiq və cəsarətli əməliyyat həyata keçirib. Qeyd edək ki, bundan əvvəl İranın Moskvadakı səfirliyi Rusiyadan yardım istədiyini və Rusiyanın xilasetmə qüvvələrini daşıyan 2 B-200 və 1 İlyusin 76 təyyarəsi də daxil olmaqla 3 yanğın söndürmə təyyarəsi göndərdiyini bildirmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindən Suriyaya qayıdan qaçqınların sayını açıqlayıb. Türkiye'de halihazırda 2.768.000'i geçici koruma statüsündeki Suriyeli kardeşlerimiz, 1.090.000'i ikamet izniyle kalanlar... Türkiyə prezidenti bu barədə Türkiyə əsrində köç idarəçiliyi proqramında çıxışında deyib. Suriyada 13 il yarım davam edən zülm və toqquşmalar 2024-cü il dekabrın 8-dən sonra başa çatıb. 1 milyon insanı öldürən Əsəd rejimi devriləndən sonra Suriya xalqının azadlığını təmsil edən yeni iqtidar formalaşdı. Suriya toparlandıqca, ölkədə sabitlik və təhlükəsizlik mühiti formalaşdıqca, ölkəsinə qayıdan Suriyalıların sayı artdı. Dekabrın 9-undan bəri sadəcə Türkiyədən Suriyaya qayıdanların sayı 931.540 nəfərə çatıb. Kaçak göçle ve göçmen kaçakçılarıyla mücadeleyi de ihmal etmiyoruz. Sosial şəbəkələrdə Suriyanın keçmiş prezidenti Hafiz Əsədin meyidinin qalıqlarının ekshumasiyasını əks etdirən video yayılıb. Suriya TV-nin məlumatına görə naməlum şəxslərin qəbri qazdıqlarını əks etdirən bir neçə video aprelin 17-sində sosial şəbəkələrdə yayılıb. Onların Latakiya əyalətindəki silahlı qruplaşmalarla əlaqəli olması ehtimal edilir. Məlumata görə qalıqları ekshumasiya edənlər Hafiz Əsədin oğlu keçmiş prezident Bəşər Əsədin tərəfdarları ola bilər və onlar bu addımı qalıqlar təhqir olunmaqdan qorunmaq məqsədi ilə atıblar. Qeyd edək ki, Əsəd ailəsinin məqbərəsi Suriyanın Latakiya şəhərində yerləşir. Əsədin qardaşı Basil də orada dəfn edilib. Dekabrda Bəşər Əsədin prezident vəzifəsindən istifa verməsindən bir neçə gün sonra naməlum şəxslər məqbərəni inandırıblar.
İran Təhlükəsizlik və Kəşfiyyat qurumları ilə əlaqəyə girərək İsrail rəsmilərinə qarşı terror hücumu edilməsi planlarında iştirak edən İsrailli tacir 73 yaşlı Muti Maman 10 il azadlıqdan məhrum edilib. Bundan əvvəl İsrailin Bərşəb bölgəsinin məhkəməsi 73 yaşlı taciri 2024-cü ildə 2 dəfə İrana getməkdə və əcnəbi kəşfiyyatçılarla əlaqəyə girməkdə təqsirli bilib. Məhkəmə Muti Mamanın maddi qazanc xatirinə bu işə razılıq verməsini və İranın bölgədəki proksi qüvvələri olan Hizbullah və Hamas üzvləri ilə birgə cinayət törətməyə cəhd etdiyini bildirib. Məhkəmə hakimi Bani Sagi deyib ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətləri etiraf etməsi və peşmançılıq ifadəsi onun cəza müddətinin təyin edilməsində nəzərə alınıb. İsrailin baş naziri Benyamin Netanyahu Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı təfərrüatları ilk dəfə açıqlayıb. Netanyahu bildirib, biz onun harda olduğunu dəqiq bilirdik. Qərar asan deyildi. Nəsrullah şiələr arasında Ayətullah Xameynidən sonra ikinci ən populyar lider hesab olunurdu. Üstəlik başa düşdüm ki, Tehranın hərəkətlərinin istiqamətini təyin edən əsasən Nəsrullahdır və onun yoxluğu bütün quruluşa ciddi zərbə olacaq. O qeyd edib ki, İsrail Nazirlər Kabinetində müzakirələr olsa da Amerikaya məlumat verməməyi qərarı alıblar. Dedim ki, ən yaxşı halda təyyarələr artıq havada olanda son anda məlumat verəcəyik. New Yorka uçmazdan əvvəl Müdafiə Nazirini və Baş Qərargah rəisini ayrı otağa yığdım. Hərəkət etmək qərarına gəldik. Nəhayət, təyyarədə əməliyyatı təsdiqlədim. New Yorkdakı oteldə telefonla kabinetin onlayn iclasını keçirdi və son əmri mən verdim. Nəsrullah əvəzedilməz bir fiqur idi. Onlar hələ də yerini tuta biləcək lider tapmayıblar. Bu da Suriya müharibəsi zamanı minlərlə döyüşçünü səfərbər etmək üçün Nəsrullahdan əhəmiyyətli yardım alan Bəşər Əsədi ciddi şəkildə zəiflətdi. Aprelin 29-da çərşənbə axşamı Dəməşqin cənub ətrafında yerləşən Cərəmana qəsəbəsində Suriya Təhlükəsizlik Qüvvələri ilə Druzi silahlı qruplaşmalar arasında silahlı toqquşmalar baş verib. Mənbələrin verdiyi məlumata görə, Druz dəstələri hökumət qüvvələrinə qarşı ağır silahlardan atəş açıblar. Suriya Təhlükəsizlik orqanlarının bildirdiyinə görə, qarşıdurma nəticəsində 2 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb. Hadisədən sonra bölgədə vəziyyəti sabitləşdirmək məqsədi ilə hökumət əlavə qüvvələr cəlb edib və təhlükəsizlik tədbirlərini gücləndirib. Eyni zamanda İsrail mediası yazır ki, qarşıdurmalar nəticəsində ən azı 4 Druz döyüşçüsü ölüb. Gərginliyin əsas səbəbi isə sosial şəbəkələrdə yayılan və Druz şeyxinə aid olduğu iddia edilən Məhəmməd Peyğəmbərə qarşı təhqiramiz ifadələr yer alan bir audio yazının yayılması olub. Pakistanın Müdafiə naziri Xavac Asif Hindistanla 3-4 gün ərzində müharibə başlaya biləcəyini deyib. Pakistan Müdafiə Naziri bildirib, biz üfüqdə müharibənin yaxınlaşdığı faktına zehni olaraq hazır olmalıyıq. Müharibənin yaxın 2, 3 və 4 gündə başlaya biləcəyinə dair çox real ehtimal var. Latviya, Ukraynaya daha 1500 ədəd döyüş dronu göndərib. Bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb. Dronlar Ukraynaya dəstək məqsədi ilə yaradılmış beynəlxalq dron koalisiyası çərçivəsində verilir. Qeyd edək ki, dron koalisiyası 2024-cü ildə Birləşmiş Krallıq və Latviya tərəfindən yaradılıb. Daha sonra Avstraliya, Almaniya, Danimarka, Kanada, Litva, Niderland, Norveç, Polşa, Ukrayna, İsveç və Estoniya da bu təşəbbüsə qoşulub. Koalisiyanın məqsədi Ukraynaya pilotsuz uçuş aparatlarının istehsalı və tədarükündə yardım göstərməkdir. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.